ABŞ prezidenti Donald Trump İran xalqına çağırış edib. Sfera.az məlumat verir ki, bu haqda o özünün sosial media hesabında paylaşım edib. İranlı vətənpərvərlər, etirazları davam etdirin, qurumlarınızı ələ keçirin, qatillərin və zorakılıq törədənlərin adlarını yadda saxlayın. Onlar böyük bədəl ödəyəcəklər. Etirazçıların əsassız şəkildə öldürülməsi dayanana qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv etmişəm. Kömək yoldadır, o qeyd edib. Son vaxtlar İranda baş verən etiraz aksiyaları fonunda ABŞ rəsmi Tehranı hədələməyə başlayıb. Bu səbəbdən bir çox analitiklər İrana yeni hərbi müdaxiləni istisna etmirlər. Bəzi xəbərlərə görə İrana qarşı mümkün hərbi müdaxilə zamanı nüvə obyektləri yenidən hədəfə alına bilər. Hətta bəziləri İranın nüvə silahı ilə vurulacağını da ehtimal edirlər. Bəs bu ehtimal nə dərəcədə doğrudur? İrana nüvə bombası atılarsa və ya bu ölkədəki nüvə obyektlərinə zərbə vurularsa, yayılan radiasiyanın Azərbaycana təhlükəsi varmı? Mövzu ilə bağlı redaktor.az-a açıqlama verən hərbi ekspert polkovnik Şair Ramaldanov hesab edir ki, İranda nüvə silahının istifadəsi ehtimalı yoxdur. İran bəzən bu cür fikirləri özü səsləndirir və ya bəzi açıqlamalar onların adından verilir. Bu isə ilk növbədə İrana qarşı deyil, daha çox müəyyən başqa ölkəyə yönəlmiş mesajlar xarakteri daşıyır. Hansı ölkə olduğu isə aydındır. Əgər İrana qarşı hər hansı bir nüvə zərbəsi endirilsə, bunun radiasiya təsiri ilk növbədə atılan nüvə silahının gücündən və həcmindən asılı olacaq. Hazırda taktiki, operativ və strateji səviyyəli atom bombaları mövcuddur. Mövcud rəsmi xəbərlərə görə İranda hələlik bu formada nüvə silahı yoxdur. İrana qarşı istər İsrail, istər ABŞ, istərsə də başqa hər hansı bir ölkə tərəfindən nüvə silahı tətbiq olunarsa, ilk növbədə zərbənin hansı əraziyə və Azərbaycandan nə qədər uzaqlığa endirilməsindən asılı olacaq. Qısa şəkildə desək, hansı formada tətbiq olunmasından asılı olmayaraq, bu prosesin təsiri Azərbaycansız keçməyəcək. İranla həmsərhəd olan bütün ölkələr bu təsirləri hiss edəcəklər. Ona görə də hazırda nüvə silahı ilə bağlı bu və ya digər formada proqnozlar vermək o qədər də aktual deyil. Daha aktual olan məsələ odur ki, əgər İranda hər hansı ciddi proseslər baş verərsə və kənar müdaxilələr olarsa, bunun nəticəsində çoxsaylı qaçqın axını yarana bilər. Bu qaçqınların birinci növbədə üz tutacağı ölkələrdən biri də Azərbaycan olacaq.